Bu cürünə hal var, bu cüründə oxuyuram da. Onu da qısqanırlar ki, adam özüdür. Hə, deyir ki, o elə çox oxuma. Bu sənin səsin var, belə üçün oxuyur. Yəni, amma indi bir onlar heç demir, deməsin. Amma mənim lentimi pozduranlar olub. Allah haqq sənətdə ilk atım oxumuşam, onu təkrar məktub zad yazıblar, o Sovet vaxtı məktub yazırdılar. Məktub yazıblar ki, xahiş edirik, bir həftəlik proqram çıxırdı qəzetdə, Kamız qəzetində. Yazılıb ki, 6-cı gün sənətdə ilk atdım, təkrar Çağırgah, Hacı Məmmədov, Elman Bədəlov, Alim Qasımov. Bir gün qalmış, pozulub. Zəng edirlər, alim pozulub, xahiş edirik, gəl oxu, cəmaat məktub yazır. Nə oldu, gəldim, nə oldu, elə müyü pozdunuz? Hə, nə bu səhv olar, yarımdan deyirlər. Sonra bildim, Allah rəhmət eləsin, Allah kesin günahından. Sonra orta mahır oxuduq. Çağırgah da pozulub, tezdən orta mahır oxuduq. O da pozulub. Sinirə bilmirlər. Yox, şeylər var. Məsəl üçün, o musiqi qiymət deyil ki, biz danışdıq. Yox. Hə. Biz mənəviyyatdan danışırıq. Hə də eləməsinlər. Hə, eləmə. Ad çəkmə. Eləmə, yox, həm də eləməsinlər də. Nə pisliyi, yox, yaxşı eləmirsən, yaxşı deyəmirsən, sakit dur da. Amma o da pisliyə keçəndə daha Allahın qəzəbinə gələcəksən. Ən pisi də olur ki, sonra özləri artmırlar. Taxıl artmaz deyirlər. Elə artmadı ki. Qəzəbə duçar olursan da eləmə. Susanda olar. Keçər Allah günahını, susmuşam da tərifləmirəm, özüm istəyirəm, demirəm yaxşı oxuyur. Amma oxuyanı gedib baltalayasan, pozdurasan, orasın. Demək,